Salam əziz Azərbaycan xalqı, Azərbaycan dövlətimiz. Bugün 16.01.2026-cı il Şəhidevli polis mərkəzindəyik. Daha bir həmvətənlimizin, daha bir vətəndaşımızın, Azərbaycan Respublikası pasportu daşıyan həmvətənlimizin problemini bugün həll etdik. Arayda sayt olaraq. Və bugün də Azərbaycan-Türkiyə hüquq mühafizə orqanları arasında bir körpünü inşa etdik. O cümlədən Azərbaycan xalqının və dövlətinin necə humanist bir dövlət olduğunu bir daha sübut etdik. Hər birinizi salamlayıram. Allah Azərbaycan xalqını, Cənab Ali Başkomandanı və Mehriban xanımı qorusun. Salam əziz Azərbaycan xalqı. Sizi Arayda az sakitin rəsmi nümayəndəsi Sülsül Müxbir Nihat Cəfərov salamlayır. Bugün İstanbul şəhərindəyik, Türkiyənin Aksaray meydanda. Buradan yolumuz Vatan Emniyyətədir. Bildiyimiz kimi Arayda az saydı həmişə Ulu Öndər Heydər Əliyev dövlətçiliyində xidmət edir. Biz hüquqi dünyəvi dövlət olduğumuzu, demokratik respublika olduğumuzu bir daha sübut etdik. İndi yolumuz Vatan Emniyyətədir. Başda rəhbərimiz, hüquq üzrə fəlsəfə doktoru, Arayda Asayfili rəhbəri, Konfus Federasiyasının hüquqşünası İsmail Zalov cənablardır. Onun rəhbərliyi altında bugün dövlətimizə, dövlətçiliyimizə, Ulu Öndər Heydər Əliyevin miras buraxdığı Azərbaycan dövlətinə xidmət edir. Daha bir həmvətənimizin yardımındayım. Allah'a emanet kalın. Allah Azərbaycan xalqını qorusun.